Bismillahirrahmanirrahim. Ramazan ayının ilk həftəsinə arxada qoyduq. Bədənimiz acılığa alışdı, nəfsimizin o üsyankar səsi getdikcə zəiflədi. Və biz bugün Ramazanın ən xüsusi, ən həssas günlərindən birinə, 9-cu günə oyanırıq. 9-cu gün ilahi mərhəmət qapılarının insanlığın üzərinə ən geniş şəkildə açıldığı, göy üzündəki mələklərin belə bu rəhmət qarşısında heyrətə düşdüyü bir gündür. Əziz və dəyərli izləyicilər, həyatınızda özünüzü o qədər günahkar, o qədər səhv etmiş hiss etdiyiniz, Allah məni bir daha bağışlamaz, mənim duam qəbul olmaz dediyiniz anlar olubmu? Bugün sizinlə imsakın o qaranlıq saatında belə bir ümidsizliyi kökündən məhv edən, geri qayıtması ehtimalı belə olmayan o qüdrətli duaları öyrənəcəyik. Bugün sizə Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin gecənin sükutunda tək başına hönkür-hönkür ağlayaraq bizim üçün etdiyi o sarsıdıcı duanı və Allahın ona verdiyi o böyük müjdəni danışacağam. Ramazanın 9-cu gününə xas olan, insanı rəhmanın qanadları altına alan o xüsusi duanı kəlmə-kəlmə təhlil edəcəyik. Məscidin küncündə borc və kədər içində boğulan bir səhabəyə Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin öyrətdiyi o dərdləri silən duanı kəşf edəcəksiniz. İmam Əlinin aleyhissələmin ən aciz insan kimdir sualına verdiği o heyrətamiz cavabla qəlbinizin kilidlərini qıracaqsınız. Və ən nəhayət, insanın həyatındakı bütün zülmətləri parçalayan Rəsulullahın sallallahu aleyhi və alihi və səlləmin imsak vaxtında oxuduğu o qüdrətli nur duasını əzbərləyəcəksiniz. Yaralarınızı sarmağın, qırıq qəlblərinizi Rəbbinizə təslim etməyin vaxtıdır. Ramazanın 9-cu günü imsaka oyananda bir qurtum su içib pəncərədən o qaranlıq göy üzünə baxarkən dilimizdən tökülməli olan çox xüsusi bir dua var. Bu dua sadəcə sözlər deyil, bu dua bir insanın Rəbbinə sığınmaq üçün atdığı ən böyük mənəvi addımdır. Gəlin bu mübarək duanı birlikdə oxuyaq və şifrələrini açaq. Allahümmə cəalli fihi nəsibən min rəhmətikəl vasiə. Yəni, Allahım, bugün mənə öz o hüdudsuz, hər şeyi əhatə edən geniş mərhəmətindən böyük bir pay nəsib et. Vəhdini fihi liberahinikə satiə. Və məni bugün sənin o parlaq, aydın dəlillərinə, doğru yoluna və nuruna yönəlt. Və xuz binasiyyəti ilə mərdatikəl cəmiə. Və mənim alnımdan, iradəmdən tutub, məni sənin o hər şeyi özündə cəmləşdirən razılığına, cənnətinə doğru çəkib apar. Biməhəbbətikə yə əmələl müştəqin. Öz sevgin və məhəbbətin xatirinə, ey şövqlə onu arzulayanların tək ümidi olan Rəbbim. Subhanallah. Baxın, duanın o 3-cü cümləsinə, mənim alnımdan tutub məni öz razılığına doğru çək. Bu o deməkdir ki, Rəbbim, mənim öz iradəm, öz gücüm çatmır. Mən nəfsimə məğlub oluram. Sən bir ananın uçuruma gedən övladını qolundan tutub çəkdiyi kimi, məni də günahların kənarından tut, öz rəhmətinə doğru çəkib apar. Siz imsakda bu qədər təslimiyyətlə edilən bir duanın Allah tərəfindən rədd ediləcəyini düşünə bilərsinizmi? Biz 9-cu günün duasında Allahın sonsuz mərhəmətindən pay istəyirik. Bəs Allahın bizə olan mərhəməti nə qədər böyükdür? Bunu anlamaq üçün Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin gecənin bir aləmində bizim üçün etdiyi o fədakarlığa baxmalıyıq. Bir gecə Rəsulullah Quranda İbrahim və İsa peyğəmbərlərin öz ümmətləri üçün etdikləri duaları oxudu. Sonra birdən-birə otağın qaranlığında əllərini göyə qaldırdı. O özünü, ailəsini deyil, yalnız bizi düşündü və dedi: Allahümmə ümməti ümməti. Yəni, Allahım,
mənim ümmətim, onlara rəhm et. Onun bu səmimi, ürək dağlayan fəryadı səmada o qədər böyük əks-səda yaratdı ki, Allah Taala dərhal Cəbrailə əmr etdi. Ey Cəbrail, get Həzrəti Muhammedin sallallahu aleyhi və alihi və səlləmin yanına. Rəbbin hər şeyi daha yaxşı bildiyi halda ondan soruş ki, səni ağlatan nədir? Cəbrail dərhal yerə indi, Rəsulullahın yanına gəldi və soruşdu. Peyğəmbərimiz dedi ki, ümmətimin aqibətindən qorxuram, onlar üçün ağlayıram. Cəbrail bu sözü Allaha çatdırdıqda, uca Allah tarixin ən böyük rəhmət müjdəsini elan etdi. Ey Cəbrail, get Həzrəti Muhammedin sallallahu aleyhi və alihi və səlləmə de ki, biz sənin ümmətin barəsində səni mütləq razı salacağıq və səni əsla kədərləndirməyəcəyik. Əziz izləyicilər, düşünün, siz günahkar ola bilərsiniz, xətalara batmış ola bilərsiniz, amma sizin üçün gecənin qaranlığında hönkür-hönkür ağlayan bir peyğəmbəriniz var və ona səni ümmətin üçün razı salacağıq deyə söz verən bir mərhəmətli Rəbbiniz var. İmsakda oyananda bu sevgini hiss edin. Şeytanın səni Allah bağışlamaz pışıltısını rədd edin. O mərhəmət qapısı siz Rəsulullahın adını çəkdiyiniz an sonuna qədər açılır. Gecənin bir yarısı imsak vaxtı bizi yuxudan oyadan çox vaxt bədənimizin acılığı deyil, qəlbimizin ağrısı, içimiz yeyən kədərlər və borclardır. Bəs belə anlarda, ürəyimiz sıxılanda, Peyğəmbərimiz bizə hansı xüsusi duanı öyrədib? Rəvayət edilən möhtəşəm bir hadisəyə baxaq. Bir gün Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm məsciddə namaz vaxtı olmadığı halda məscidə daxil oldu. Gördü ki, səhabələrdən Əbu Umamə tək başına, çox qəmgin və məyus halda küncdə oturub. Rəsulullah ona yaxınlaşıb şəfqətlə soruşdu. Ey Əbu Umamə, namaz vaxtı deyil, sən niyə məsciddə belə oturursan? Nə olub sənə? Əbu Umamə başını qaldırdı. Gözləri kədərlə dolu idi. Dedi, Ya Rəsulallah, yaxamı buraxmayan kədərlər, sıxıntılar və boynuma yüklənən ağır borclar məni bu hala salıb. Evdə otura bilmirəm. Peyğəmbərimiz onu dinlədi və insanın qədərini dəyişəcək o şifrəni ona verdi. Sənə elə sözlər öyrədimmi ki, onları dediyin zaman Allah sənin qəmini, kədərini aradan qaldırsın və borclarını ödəməyə kömək etsin. Səhər, yəni imsak vaxtı və axşam bu duanı oxu. Allahümmə inni əuzu bikə minəl həmmi vəl-həzən. Yəni, Allahım, mən həm gələcək qayğısından və təşvişindən, həm də keçmişin kədərindən sənə sığınıram. Və əuzu bikə minəl əczi vəl-kəsəl. Və acizlikdən, gücsüzlükdən və tənbəllikdən sənə sığınıram. Və əuzu bikə minəl cubni vəl-buxl. Və qorxaqlıqdan və xəsislikdən sənə sığınıram. Və əuzu bikə min qələbətid-deyni və qahriz-rical. Və borc altında əzilməkdən, borcun məni qalib gəlməsindən və insanların məni müticəsinə əzməsindən, zülmündən sənə sığınıram. Əziz dostlar, Əbu Umamə deyir ki, mən Rəsulullahın dediyi kimi etdim. Çox keçmədi ki, Allah mənim ürəyimdəki o dəhşətli kədəri sildi və bütün borclarımın ödənməsi üçün mənə qapılar açdı. Baxın bu duanın mükəmməlliyinə. İnsanın həyatını cəhənnəmə çevirən 8 böyük bəla, kədər, qorxu, tənbəllik, acizlik, xəsislik, borc və insanların zülmü bu duada cəmləşib. İmsakda bu duanı oxuyan adam günə ən güclü zirehlə başlamış olur. Bəzən isə elə olur ki, uzun cümlələr qurmağa nəfəsimiz belə çatmır. Sıxıntı insanı elə boğur ki, sadəcə bircə kəlmə ilə Allaha fəryad etmək istəyirsən. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm məhz bu anlar üçün də bizə bir çıxış yolu qoyub. O, bir gün Əsma bint Ümeys adlı qadın səhabənin yanına gəldi.
Əsma çox böyük bir sıxıntı və dərd içində idi. Rəsulullah sallallahu aleyhi və alihi və səlləm ona baxaraq buyurdu: "Sıxıntı və kədər anında oxuyacağın, dərhal təsir edəcək sözləri sənə öyrədimmi? Belə də: Allahu Allahu Rabbi, la uşriku bihi şeyən." Mənası budur: Allahdır, Allahdır mənim Rəbbim. Mən ona heç bir şeyi şərik qoşmaram. Niyə məhz bu sözlər sıxıntını yox edir? Çünki insan çətinliyə düşəndə adətən başqa insanlardan, vəzifəlilərdən, puldan mədəd umur. Onları Allaha şərik qoşur. Bu adam məni qurtaracaq deyir. Lakin imsak vaxtı göz yaşı içində Allahu Rabbi, yəni mənim sahibim, idarəçim ancaq Allahdır, başqa heç kim mənə kömək edə bilməz deyəndə, o sarsılmaz tövhid inancı sizin qabağınızdakı o sıxıntı qayasını çilik-çilik edir. Dərd gəldiyi kimi də geri çəkilir. Biz acizliyi həmişə pulsuzluqda, gücsüzlükdə, vəzifəsizlikdə axtarırıq. Mənim adamım yoxdur, mən acizəm deyirik. Lakin İmam Əli aleyhissalam öz dərin hikməti ilə bəşəriyyətə acizliyin əsl tərifini verir. İmam Əli aleyhissalam Nəhcül Bəlağədə buyurur: İnsanların ən acizi, ən bacarıqsızı və zəifi o kəsdir ki, dua etməkdən, Allaha yalvarmaqdan acizdir. Və əlavə edir: ondan da daha acizi isə qazandığı qardaşını, dostunu itirəndir. Bu nə deməkdir? Allah sizə bir dil verib, bir şuur verib və deyib ki, məndən istə, verim. Bu heç bir pul, heç bir fiziki güc tələb etmir, sadəcə qəlbini açmaq tələb edir. Sən əgər gecənin o rəhmət saatında, imsakda oyanıb bir neçə cümlə dua etməyə belə ərinirsənsə, sən dünyanın ən kasıb, ən aciz adamısan. Çünki xəzinənin qapısı açıqdır, amma sən əlini uzadıb onu götürməkdən acizsən. Gecənin qaranlığında oyanıb Allaha bağlananlar, gündüzün aydınlığında insanların ən güclüləri olurlar. Gecənin qaranlığında, imsak vaxtı oyanıb namaz qılan insanın ən böyük silahı nədir, bilirsinizmi? Biz adətən Allahdan yalnız dünya malı, pul, ev istəyirik. Lakin Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm gecənin o dərinliyində tam başqa, hər şeyi həll edən bir şey istəyirdi. Nur, yəni ilahi işıq. Səhih Müslimdə Abdullah ibn Abbas rəvayət edir ki, bir gecə Rəsulullah sallallahu aleyhi və alihi və səlləmin evində qaldım. Sübhə yaxın o yuxudan oyandı. Dəstəmaz aldı və namaza getmək üçün evdən çıxanda gecənin sükutunda Allaha belə fəryad edərək yalvardı. Bu duanı diqqətlə dinləyin. Bu dua insanın bütün depressiyasını və qaranlığını məhv edir. Allahummə c'al fi qalbi nuran. Allahım, mənim qəlbimdə bir nur yarat. Və fi bəsari nuran. Mənim gözümdə bir nur, eşitdiyimdə, qulağımda bir nur yarat. Və an yamini nuran, və an yasari nuran. Mənim sağıma bir nur, soluma bir nur ver. Və fawqi nuran, və tahti nuran, və əmami nuran, və xalfi nuran. Və c'alli nuran, və a'zimli nuran, və c'alni nuran. Subhanallah, bu duanın əzəmətinə baxın. Bir insanın qəlbi nurla dolarsa, oraya depressiya girə bilərmi? Bir insanın sağında, solunda, önündə və arxasında ilahi bir işıq, qoruma qalxanı olarsa, ona hər hansı bir bəla, pis göz, cadı, düşmənçilik təsir edə bilərmi? Qətiyyən xeyr. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm imsakda Allahdan sərvət istəmədi. O, qaranlıqları yaran və qorxuları yox edən o ilahi nuru istədi. Siz də bu duanı oxuyun ki, həyatınızdakı bütün zülmətlər parçalansın. İndi dərindən bir nəfəs alın və ürəyinizdəki o dağ boyda yükləri Rəbbinizə təhvil verməyə hazırlaşın. Gözlərinizi yüngülcə qapayın. Özünüzü gecənin o sirli, qaranlıq, lakin hüzur dolu saatında təsəvvür edin. Bu gecə Ramazanın 9-cu günüdür.
rəhmət qapılarının sındığı, qəlblərin aydınlandığı gecə. Birincisi, gecə göz yaşlarını düşünün. Sizin üçün gecə qaranlığında ümmətim deyə ağlayan Peyğəmbərinizi xatırlayın və ona səni razı salacağıq deyən Rəbbinizi düşünün. Mərhəmət qapısı sizin üçün sonuna qədər açıqdır. İkincisi, borcları və kədəri yox edən duanı oxuyun. İmsakda oyananda dərdlərə təslim olmayın. Əbu Umamə kimi, Allahım, kədərdən, borcdan və tənbəllikdən sənə sığınıram deyin. Qoyun o dua sizin həyatınızın qalxanı çevrilsin. Üçüncüsü, qaranlıqları nurla boğmaq. Zülmətdən, depressiyadan və qorxulardan qurtulmaq üçün imsakda səccadəyə oturun və Allahım, mənim qəlbimə nur ver, məni nurdan ibarət et deyə yalvarın. O zaman heç bir qaranlıq sizə toxuna bilməz. Siz artıq gecənin sükutunu qıran, Peyğəmbərlərin sirrini daşıyan xüsusi bir bəndəsiz. Əgər bu video sizin gecələrinizi aydınlatmağa, qəlbinizdəki o sınmış ümidləri yenidən bərpa etməyə səbəb oldusa, zəhmət olmasa bəyən düyməsinə basaraq bizə dəstək olun. Kanalımıza abunə olun ki, bu mübarək Ramazan günlərində mənəvi səfərimizə birlikdə davam edək. Və rəy bölümündə bu gecə imsak vaxtı Allaha sığınmağa niyyət etdiyinizi bildirmək üçün bu cümləni yazın. Allahım, bizi gecənin qaranlığında sənə yalvaran, duaları qəbul olan və qəlbi sənin nurunla aydınlanan qullarından et. Oruclarınız qəbul, dualarınız müstəcab, qəlbiniz daima fərəhli olsun. Allahümmə salli alə seyyidina Muhammedin və alə əli seyyidina Muhammed. Hələlik Allah amanında.